Salam əziz dostlar, dəyərli izləyicilər, hamınızı xoş gördük. Bugün Avstriyanın paytaxtı Viyana şəhərindən sizləri salamlayıram. May ayının 11-i və bugün 12-sində burada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə media azadlığına həsr olunmuş 2 günlük konferans öz işini davam elətdirdi və bu dəfəki konferansda əsas müzakirə mövzusu media azadlığı, jurnalistlərin təhlükəsizliyi ilə yanaşı son günlər bütün dünyada gündəm olan süni intellekt və süni intellektlə yaradılmış foto və video materialların həqiqət kimi, real fakt olaraq sosial media səhifələrində, mətbuatda işıqlandırılması, deepfake, yalan təbliğat kimi məsələlər müzakirə olunurdu. ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomatları, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və media mütəxəssisləri burada iştirak edirdilər. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri olaraq da biz də bu 2 günlük konferansda yaxından iştirak elədik və öz çıxışımızda süni intellektin bütün dünyada yayılması, bunun faydalı və təhlükəli tərəfləri barədə danışdıq. Xüsusən də Azərbaycan media məkanında süni intellektin geniş istifadə olunması bir çox hallarda sosial mediada, mətbuat səhifələrində süni intellekt vasitəsilə yayılmış saxta məlumatların həqiqət kimi təqdim olunması barədə danışdıq. Mən öz çıxışımda xüsusən də xaricdə yaşayan bəzi müxalif azərbaycanlı blogerlər, özlərini jurnalist kimi, sosial aktivist kimi təqdim edən şəxslərin süni intellekt vasitəsilə hazırladığı deepfake foto və video materialları öz sosial şəbəkə hesablarında paylaşması, Azərbaycanda dövlət və hökumət rəsmiləri, onların ailə üzvlərinə qarşı aparılan çirkin təbliğat barədə danışdım və bununla bağlı bir həyəcan siqnalı, söz siqnalı verdim və ATƏT platformasında bu cür hallara qarşı mübarizənin mexanizmlərinin də müzakirəyə çıxarılmasının zərurliyini qeyd elədim. Bir hüquq müdafiəçisi olaraq, bir media təmsilçisi olaraq öz çıxışımda bildirdim ki, adətən beynəlxalq platformalarda ATƏT, Avropa Şurası Parlament Assambleyası və müxtəlif Avropa institutlarında bir tərəfli olaraq dövlət rəsmilərini, hökumətləri, onların media üzrə siyasətlərini tənqid edirlər, amma heç vaxt jurnalistlərin özlərini, sosial aktivistlərin, vətəndaş cəmiyyətinin nümayəndələri, blogerlər və ya özlərini aktivist adlandıran şəxslərin fəaliyyəti ilə bağlı tənqidi fikirlərə rast gəlinmir. O isə konkret olaraq Azərbaycanla bağlı danışırıqsa, xaricdə yaşayan bəzi müxalif blogerlər, aktivistlər elə ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığı, media azadlığı kimi məsələlərdə bir çox hallarda qanunu və qanunvericiliyi pozurlar, etik normalara riayət eləmirlər. Bu məsələnin də ATƏT platformasında müzakirəyə çıxarılmalı olduğunu bildirdim və xüsusilə qeyd elədim ki, insan haqları, şəxsi toxunulmazlıq kimi məsələlər bütün insanlar üçün bərabərdir və bu məsələdə, bu mövzularda Avropa institutlarındakı bu ikili standartlara son qoyulmalıdır. Təəssüflər olsun ki, bu dəfəki sessiyada da bəzi beynəlxalq insan haqları təşkilatının nümayəndələri var idi ki, Azərbaycanla bağlı məsələlərdə xüsusilə qərəzli yanaşma sərgilədilər ki, biz də öz çıxışımızda onlara tutarlı cavabını verdik. Düşünürəm ki, beynəlxalq təşkilatlarda, xüsusən də Avropanın, Qərbin insan haqları platformalarında təmsilcilik bundan sonra da aktiv şəkildə davam elətdirməlidir. Daha çox vətəndaş cəmiyyəti nümayəndəmiz, daha çox jurnalistlərimiz, media ekspertlərimiz bu kimi platformalarda iştirak eləməli, Azərbaycanla bağlı səslənən o qərəzli çıxışlara tutarlı cavab verməli və Azərbaycanın haqq səsinin beynəlxalq platformalarda daha gür, daha uca eşidilməsinə nail olmalıyıq. Allah Azərbaycanımızı qorusun, Allah dövlətimizi qorusun. Biz də bundan sonra da bu kimi platformalarda Azərbaycanımızı, vətənimizi, ölkəmizi, dövlətimizi təmsil eləməyə, milli maraqlarımızı qorumağa davam edəcəyik. Sağ olun, Allah amanında.